Salam, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız siyasi şərhçi Oqtay Qasımovdur. Oqtay bəy, xoş gördük. Hoş görüşmüşük. Oqtay bəy, bilirsiniz ki, artıq Rusiya-Ukrayna müharibəsi yeni bir mərhələ başlanıb bu istiqamətdə. İstanbulda danışıqlar gedir. Volodymyr Zelenski artıq İstanbuldadır, Türkiyədədir. Rusiya nümayəndə heyəti də Türkiyədədir, amma Vladimir Putin görüşə gəlmədi. Niyə gəlmədi? Hansı səbəblərdən gəlmədi? Sülhdə maraqlıdırmı? Real atəşkəsdə Rusiya tərəfi maraqlıdırmı? Yox, Rusiya tərəfi nə real atəşkəsdə, nə də sülhdə maraqlı deyil. Çünki Rusiyanın atəşkəs və sülhlə bağlı irəli sürdüyü tələblər qəbul olunması tələblərdir. Hətta bir neçə ay Rusiya tərəfinə reveranslar verilmiş, Amerika tərəfi belə etiraf elədi ki, onların sülh prosesində irəli sürdüyü tələblər həddən artıq çoxdur və maksimal tələblərdir. Buna görə də bunların qəbul edilməsi hamısının mümkün deyil. Şübhəsiz ki, Vladimir Putin əslində mən hesab edirəm ki, ayın 12-sində keçirdiyi mətbuat konferansında bir çox baxımdan Ukraynanı çətin vəziyyətə salmalısı idi. Birincisi ondan ibarət idi ki, Vladimir Putin görüş təklifini etməklə düşünürdü ki, Zelenski özünün verdiyi fərmana qarşı çıxmayacaq və bu görüşdən birbaşa görüşdən imtina edəcək. Biz gerçəkdə isə tamamilə fərqli bir mənzərə yarandı. Zelenski dərhal bildirdi ki, o ayın 15-də İstanbulda Vladimir Putin gözləyir. Bununla Zelenski həm Putinin növbəti gedişlərinin qarşısını aldı. İkincisi də Amerika tərəfini qızıqlandırmamaq üçün onlara da xoş gələn bir mövqe sərgilədi. Sadəcə olaraq Vladimir Putin niyə İstanbula gəlmədi? Səbəbin biri oldu. İkincisi, danışıqlar prosesi ilə bağlı tərəflərin mövqeyi bir-birindən ciddi şəkildə fərqlənir. Əgər Ukrayna ilk addım olaraq 30 günlük atəşkəs, ardınca danışıqlar formatını, formulu təklif edirsə, Rusiyanın formulu öncə danışıqlar, sonra isə atəşkəs anlaşmasıdır. Məhz bu səbəbdən Vladimir Putin əslində gözləmədiyi bir cavab aldı. Düşünürəm ki, bu təklifin arxasında bir neçə özəl səbəb var ki, Vladimir Putin buna getdi. Birinci səbəb şübhəsiz ki, Amerika tərəfi ilə 2 aydan artıq bir baş qatma, oyalama bir prosesi getdi. Bilirsiniz ki, Mart ayının 11-də Əl-Riyadda Ukrayna və Amerika nümayəndələrinin görüşündə 30 günlük atəşkəslə bağlı anlaşma əldə olundu və top Rusiyanın meydanına atıldı. Vladimir Putin və Rusiya tərəfi buna prinsipcə razı olduqlarını, amma müəyyən şərtlər daxilində buna gedəcək. Şərtlər təbii ki, qeyd etdiyimiz kimi Rusiyanın bir çox tələblərinin qəbul olunması idi. Bu, Ukraynanın bir çox öhdəliklər üzərinə götürməsindən bağlı idi və ən təhlükəlisi qəbul edilməzsə, Rusiyanın işğal etdiyi ərazilərin Krımdaxil və etmədiyi və saxta referendumlarla özünün ərazisinə qatdığı Xerson, Zaporojye, Donetsk, Lugansk vilayətinin qalan hissələrinin də Rusiya verilməsi şərti ilə və bunun qanuniləşdirilməsi şərti ilə atəşkəsə gedəcəyini bildirdi ki, bu da təbii ki, qəbul olunmaz bir yanaşma idi. İkinci digər məsələ, bildiyiniz kimi, Amerika tərəfindən təzyiqlərlə bərabər Çin rəhbərinin də qarar vaxtı Moskvaya bir səfər oldu. Orada 7 saat yarımlıq tərəflər arasında görüş oldu. Mən düşünürəm ki, Çin tərəfinin də Rusiya tərəfinə müəyyən mesajları olub ki, danışıqlara gedilsin, atəşkəs əldə olunsun. Çünki məhz bu səfərdən sonra Çin tərəfinin, yəni Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da onlar 30 günlük atəşkəsə tərəfdar olduqlarını bildirdilər. Faktiki olaraq dünyanın əsas hissəsi ilə Rusiyanın mövqeyində bir fərqlər yarandı. Mən düşünürəm ki, Putin həm də bunu qəsd eləyərək ki, Çin tərəfini də müəyyən qədər razı salmaq üçün belə bir təşəbbüsdən çıxış elədi. Və sonunda əslində bəlli idi ki, Vladimir Putin birbaşa görüşə getməkdə çox da maraqlı deyil. Bu sadəcə olaraq bir taktiki gediş idi. Sadəcə olaraq Rusiya hal-hazırda Vladimir Putin iştirak etmədiyi bir
biz artıq mənzərənin şahidiyik. O Vladimir Zelenski artıq Türkiyədədir. Çünki ki, sabah Türkiyə prezidenti ilə də görüş olacaq. Əslində Putin düşünürəm ki, həm də nəyə görə getmədi? Çox mümkün ki, o düşünürdü ki, Trump da bəyan etdi ki, o da yaxın Orta Şərq turnesi çərçivəsində Türkiyə gələ bilər və dörtlü bir summit görüş keçirilə bilər. Düşünürəm ki, Putin güzəştə getməmək üçün. Təbii ki, güzəştə getməmək üçün və müəyyən təzyiqlərin ola biləcəyini də nəzərə alaraq məhz bu görüşdən yayındır. İstanbul razılaşması var. 2022-ci ildə tərəflər paraflamışdı. Mart-aprel ayı. İndi Putin İstanbul razılaşmasına qayıtmağın tərəfdarıdır. Ukrayna buna gedəcəkmi? Avropa dövlətləri buna razı olarmı? Yox, Putin 2022-ci ildəki artıq mərhələnin geride qaldığını bilir. O zaman şərtlər başqa idi, indi tamamən şərtlər dəyişib. Əgər o zaman Ukrayna hələ ərazilərinin böyük qismi, işğal olmuş ərazilərin böyük qismi hələ də Ukraynanın nəzarəti altındaydısa, faktiki olaraq bugün mənzərə ciddi şəkildə dəyişib. O zamandan bəri diqqət edin. Zaporojye Atom Elektrik Stansiyası, Xerson vilayətinin əhəmiyyətli hissəsi, Mariupol, Melitopol, Berdyansk kimi strateji Aral dənizi, Azov dənizi sahillərindəki şəhərlər Rusiyanın nəzarətinə keçib. Yəni bunlar ciddi bir sahədə dəyişikliyi biz görməkdəyik. Və o zamanki şərtlərin içərisində nə idi? Ukraynanın təkliflərindən biri o ki, Krım məsələsinin hərbi yolla həlli yoxdur və bu məsələ 10-15 il müddətində bu məsələ qayıda bilər və tərəflər bunu siyasi diyaloq yolu ilə çözməyə çalışarlar. Amma NATO üzvlüyüdür, demək, bir tərəflik, neytrallıq məsələsi idi, təhlükəsizlik təminatları və s. bununla bağlı bir çox məsələlər gündəmdədir. Və faktiki olaraq Ukrayna bugün 2022-ci ildə daha çətin vəziyyətdədir. Qeyd etdiyimiz kimi ərazilərinin daha böyük qismi işğal altındadır və Rusiya da bunu bildiyindən bayaq dediyimiz şərtləri irəli sürür. Hətta Xerson, Zaporojye, Donetsk'in işğal olunmamış ərazilərin, inzibati ərazilərinin də Rusiya verilməsi tələbi ilə çıxış edir. Bundan başqa Vladimir Putinin savaşı başlanma səbəbləri də hələ onların özünə görə ortada qalmayıb. Yəni onlar Ukraynanın məhdud sayda silahlı qüvvələr saxlamasını istəyirlər. Denasifikasiya deyilən bir, güya ki o millətçi, faşist, nə bilim, Ukraynada dünya görüş var. Bu ləğv olunmalıdır, demilitarizasiya olunmalıdır və s. Bunlar şübhəsiz ki, Ukrayna tərəfindən qəbul olunmaz məsələlərdir. Və bir daha Ukraynanın başqa bir axı problemi də var. Bu ona təminatlı bir təhlükəsizlik məsələsi həllini tapmalıdır. Ki bu da hələ verilmir. Doğrudur. 1994-cü ildə Budapeştdə Ukraynaya güya 3 nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerika, İngiltərə və Rusiya təhlükəsizlik təminatı versələr də, faktiki olaraq bugün həmən təminatı verən ölkənin biri Ukrayna ərazilərinə təcavüz edib, ərazilərinin əhəmiyyət hissəsini işğal altına alıb. Ona görə bugün İstanbulda o gözlənilən görüş baş tutmadı. Əgər baş tutsaydı, doğrudan da bu tarixi bir hadisə ola bilərdi. Dörtlü bir zirvə görüşü və orada əhəmiyyətli və bundan sonraki dünyada gedən proseslərə ciddi təsir edə biləcək qərarlar alına bilər. Amma Rusiya bundan yayındı və Putinin biz bir neçə gün öncəki açıqlamalarına da baxdığımızda faktiki olaraq Putin müharibəni davam etdirməyə potensiallarının olduğunu və heç kimin onların öz mövqeyini dəyişdirməyə gücü çatmayacağını bəyan edir. Bu danışıqlarda indi Rusiya nümayəndə heyəti də artıq gəlib Türkiyəyə. Şübhəsiz onlar gəliblər. Yəni onlar hər hansı bir razılıq əldə oluna bilərmi atəşkəslə bağlı? Yəni orada düşünmürəm. Vladimir Putin öz mövqeyini dəyişməyəcək. Sadəcə orada Ukraynanın istədiyi iki şey vardı. Məsələ o Türkiyə İstanbul görüşlərində. Birincisi atəşkəs razılaşmasının əldə olunması, ikinci əsirlərin dəyişdirilməsi. Atəşkəs məsələsində Rusiyanın mövqeyi bəllidir. Burada nə ola bilər? Bəlkə Türkiyənin də və digər təsirlərin nəticəsində Rusiya tərəfi Ukrayna ilə əsirlərin dəyişdirilməsinə razı ola bilər. Digər prinsipal məsələlərdə Lavrovun və xüsusilə də Putinin iştirak etmədiyi görüşdə hansısa ciddi qərarların alınacağını açıqcası düşünmürəm.
Əgər qərarlar alınmazsa, təbii ki, Amerika nümayəndə heyəti də bilirsiniz, Türkiyədədir. Amerikanın buna baxışı necə olacaq? Donald Trump Rusiyaya qarşı sanksiyaları genişləndirə bilərmi və Ukrayna hərbi yardımlarını artıra bilərmi? Məncə Amerika Birləşmiş Ştatları da sona qədər Rusiyanın belə deyək, səbrini test edəcək. Özləri də buna tələsməyəcəklər. Baxmayaraq ki, artıq Trump və onun komanda üzvləri danışıqlar proseslərini çəkiləcəklərini bəyan ediblər. Əgər Rusiya belə deyək, o çoxlu tələblər irəli sürməyə davam eləsə və prosesi yubandırmağa çalışsa və Avropa ölkələrindən birgə hərəkətin ola biləcəyi ilə bağlı müəyyən mesajlar verilir. Amma düşünürəm ki, bunu dərhal etməyəcəklər. Hər halda prosesi gözləyəcəklər və Avropalı müttəfiqlərlə də yenidən o münasibətlərin də o Amerika üçün bərpası lazımdır. Bilirsiniz ki, ciddi şəkildə son bir neçə ayda tərəflər arasında ziddiyyətlər yarandı və indi bu çatları bərpa etmək üçün də zamana ehtiyac var. Əgər doğrudan da Trump administrasiyası Rusiyaya sanksiyaları sərtləşdirəcəksə və özlərinin dediyi kimi bu bir neçə mərhələni əhatə edəcəksə, əlbəttə onun müəyyən təsiri ola bilər. Amma nəzərə alsaq ki, Rusiyanın Çinlə münasibətləri var və Çinin də ən azı savaşa rəsmən dəstək verməsə də, dolayısı yolla Rusiyanın izolyasiyadan çıxmasında, o cümlədən sanksiyalardan daha az zərər görməsində önəmli payı var. Nəzərə alsaq ki, hal-hazırda Çinlə Rusiya arasında ticarət dövriyyəsi artıq 244 milyard dollara çatır. Bu kifayət qədər ciddi məbləğ sayıla bilər. Amma burada yalnız Amerikanın və Avropanın təzyiqləri məncə yetərli deyil. Çünki Çinin də müəyyən Rusiyaya təsirləri olmalıdır ki, Rusiya dayansın. Trump və onun komandasının məncə Rusiyadan xəyal qırıqlığı tək Rusiya-Ukrayna savaşı ilə bağlı deyil. Əslində məncə niyyət ilk zamandan ondan ibarətdir ki, Rusiyanı bir formada Amerika tərəfinə çəkir və Çinlə gələcək qarşı durmada, rəqabətdə Rusiyanın ən azı neytral olmasını təmin etməyə çalışırdılar. Çünki hələlik bu baş vermir və xüsusilə də Moskvada keçirilən Çin-Rusiya yüksək səviyyəli danışıqlarının təxminən 8 saata yaxın davam eləməsi onu göstərdi ki, Rusiya və Çin bundan sonra da birgə addımlamaq qərarındadırlar. Xüsusilə də nəzərə alsaq ki, gələcəkdə bu rəqabət dünyanın müxtəlif bölgələri ilə bərabər həm də Arktikada özünü göstərəcək ki, burada Çinin Rusiyanın dəstəyinə ciddi ehtiyac var, o cümlədən Rusiyanın da Çinə çox ciddi ehtiyacları var. Yəni Amerika həm də buna görə Rusiya ilə əgər o istədiyi hədəflərə çata bilməsə, o zaman müəyyən təzyiq faktorlarını işə sala biləcəkdir. Məsələn, Çinlə Amerika Çinə qarşı müəyyən üsulları ləğv elədi. Bu Rusiyaya qarşı ola bilərmi? Çinin Rusiyaya qarşı təzyiq mexanizmi formalaşdırılsın və buna görə də Amerika Çinə tarif, gömrük və tariflər aşağı salsın. Yox, mən düşünmürəm. Əslində Donald Trump hakimiyyətə, necə deyərlər, bir fırtına kimi başladı və bu fırtına getsə səngiməkdədir. Artıq konkret olaraq maraqlar önə çıxmaqdadır. Çinlə məsələyə gəldikdə, əslində Çin görünən odur ki, Amerikanın bu təzyiqlərinə çoxdan hazırlaşmışdı və hazırlıqlı şəkildə də buna cavablar verildi və Amerikanın tətbiq etdiyi 145% tariflərə 125% cavab verdi. Hal-hazırda tərəflər arasındakı anlaşma bu yekun qərar deyil, bu 3 aylıq bir müddətə əhatə edir. Bilirsiniz ki, tərəflər bunu 115% aşağı saldılar və Amerika tərəfi bəzi məhsullar daxil bunu 30% səviyyəsində saxlamağa razılıq verdi. Çin isə bunu 10% həcmində saxlamağa. Amerikanın əsas niyyəti həm də Çinlə Amerika arasındakı ticarətdəki disbalansı ortadan qaldırmaqdır. Çünki aldığından, satdığından daha çox 2 dəfə yarım artıq Çindən mal alır ki, bu da Amerika üçün qəbul olunan bir məsələ deyil. Amerika daha çox istehsal etmək istəyir. Trump'ın əsas prioritetlərindən budur ki, Amerikanı yenidən dünya istehsalının, dünyanın istehsalat fabrikasına çevirsin. Məhz yaxın orta şərqdəki imzalanan sənədlər artıq Səudiyyə Ərəbistanla 600 milyardlıq, Qatarla 1,2 trilyonluq
bu investisiya anlaşmalarının imzalanması olduqca böyük göstəricilərdir. Və Amerika Birləşmiş Ştatları əslində hesab edirəm ki, Trumpın yaxın Orta Şərqə səfərinin də mahiyyətində duran məsələ həm də Çinlə bağlı bir rəqabət məsələsidir. Bilirsiniz ki, Çin son 10-15 ildə yaxın Orta Şərqdə ittifaq edəcəkdə fəallaşmışdır. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən və nəzərə alsaq ki, keçən il məhz Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı, İran bir araya gəldilər, anlaşma imzalandı və yenidən diplomatik münasibətlər quruldu. Bundan başqa Fələstində fəaliyyət göstərən təşkilatlar məhz Pekində xatırlayıcı toplaşdılar və bir araya gəldilər. Və Amerika Birləşmiş Ştatları Çinin yaxın Orta Şərqdə fəallaşmasını özünün strateji maraqlarını müəyyən bir təhdid olaraq görür. Ona görə də Körfəz ölkələrinə bəlkə ilk növbədə səfər edilməsi və bu cür münasibətlərin yenidən dərinləşdirilməsi, yaxın Orta Şərqin yenidən dizayn olunması cəhdləri ki, məsələn, Suriya prezidenti ilə görüş, sanksiyaların aradan qaldırılması və s. hamısı bu cəhdlərdir. O baxımdan hal-hazırda Çinlə olan münasibətlər hesab edirəm ki, Rusiya ilə yalnız bağlı deyil. Amerikanın özü də gördü ki, Çinə bu cür baskılar təsir etmir. Ona görə də məqbul və məntiqli bir addımlar atılması. Amerikanın belə güclənməsi Rusiyanın Ukraynada güzəştə getməsinə hərbi və siyasi, iqtisadi təzyiqlər nəticə verərmi? O baxacaq Amerika Birləşmiş Ştatlarının Ukraynanı necə dəstəkləyəcəyini və hansı səviyyədə və ardıcıllıq. Trump bu dəstəyi verəcək. Əgər fövqəladə bir hadisə baş verməsə, məncə verə bilər. Çünki Trump Rusiya ilə nə qədər yaxın münasibətlər qurmaq cəhdi etsə də, sonunda Amerikanın müəyyən maraqları var və əgər Putin, xüsusilə də Trumpın bir çox təkliflərini geri çevirirsə, biz bilirik ki, həm də Trumpın müəyyən bir emosionalı var, bəzi şeylər o emosiyaların təsiri altında olur. Amma bu demək deyil ki, alınan qərarlar Amerikanın maraqlarına zidd qərarlardır. Əksinə, Trump Amerikanın maraqlarını daha qabarıq şəkildə ortaya qoyur və onun təmin olunmasına çalışır. Əgər Amerika Birləşmiş Ştatları doğrudan da prinsipal olaraq Biden administrasiyası dövründə olduğundan daha fərqli, daha prinsipal mövqe sərgiləyib Ukraynaya dəstəyi davam edərsə, bu əlbəttə Rusiya üçün arzu olunmaz vəziyyətdir və digər tərəfdən nəzərə alsaq ki, Ukraynanın özü də getdikcə özünün hərbi, texniki baxımdan tələbatının artıq 40%-dan artığını özü təmin eləməyə başlayır və bugünkü sosial şəbəkələrdə biz nəyi gördük? Ukraynanın yeni raketləri sınaqdan çıxarır. Bunlar 800 kilometrlik Magura adlı raket sistemlərdir ki, və bunlar artıq ilk nəticələrində verib. O pilotsuz aparatlarla, Ukraynanın aparatları ilə biz bilirik ki, Rusiya aviasiyasına məxsus təyyarədə vuruldu. Bir çox gəmilər Qaradəniz akvatoriyasında sıradan çıxarılıb. Yəni, o dəstək davam edəcəksə, Rusiya üçün də kifayət qədər ciddi problemlər yaranacaq. Doğrudur, Ukraynanın yaxın dövrlərdə savaşla öz ərazilərini azad etmə imkanları yüksəkdir, bu problematikdir. Məhz ona görə də hal-hazırda hər kəs atəşkəslə maraqlıdır. Rusiyadan savayı. Təşəkkür edirəm Oqtay bəy. Hörmətli tamaşaçılar, siyasi baxış verilişinə baxdınız. Bugünkü qonağımız siyasi şərhçi Oqtay Qasımov. Sağ olun.